Salam əziz FES izləyiciləri, hər birinizi xoş gördük. Mən Mürsalova Gülnarə, FES Akademinin kurikulum müəllimi. Dəyərli müəllimlər, bugün sizinlə çox maraqlı bir mövzu izahını paylaşmaq istəyirəm və bu mövzumuzun adı Brunerin kognitiv öyrənmə nəzəriyyəsidir. Adından da göründüyü kimi nəzəriyyə yeni dərsdir və metodik çərçivədə yeni əlavə olunmuş mövzulardan biridir. Əgər siz yeni mövzularla tanış olmaq istəyirsinizsə, vaxt itirmədən bizim kanala abunə olun ki, həmin mövzulardan xəbərdar ola biləsiniz. Gəlin dərs izahına başlayaq və siz də videonu bəyənməyi, sonda gözəl rəylərinizi yazmağı unutmayın. Sizin rəyləriniz bizə daha çox motivasiya verir və daha çox videolar çəkmək istəyirik. Deməli, qeyd etdiyim kimi nəzəriyyə metodik çərçivə sənədinə əlavə olunmuş təzə nəzəriyyələrdən biridir. Jerome Brunerin kognitiv öyrənmə nəzəriyyəsi. Gəlin görək Brunerin bizə çatdırmaq istədiyi fəlsəfi fikir, ümumiyyətlə bu nəzəriyyənin əsas ideyası, biz nə öyrənəcəyik, mahiyyəti nədir? Birinci ondan başlayaq. Bruner konstruktivizm cərəyanının nümayəndələrindən biri olub. Konstruktivizm nə deməkdir müəllimlər? Şagirdin öyrənmə prosesində öz təcrübəsi ilə öyrənməsidir. Yəni, şagird hər hansı bir biliyi əldə edən zaman aktiv iştirakçı olur, pasiv rolda olmur. Şagird özü biliyi araşdıraraq, təcrübə apararaq əldə edir. Bu, konstruktivizm cərəyanının əsas ideyalarından biridir. Və Bruner də bu ideyanın, bu cərəyanın geniş şəkildə araşdıran, onun inkişafına təkan verən psixoloqlardan biri olmuşdu. Deməli, biz buradan hansı qənaətə gələ bilərik? Bruner öyrənmə prosesində şagirdin olmasını, şagirdin aktiv rolda olmasının tərəfdarıydı. Və o bildirirdi ki, şagird nə qədər öyrənmə prosesində əgər özü təcrübə aparsa, aktiv şəkildə özü biliyi araşdırsa, öyrəndiklərini əlaqələndirsə, öyrəndikləri arasında məna əlaqəsini tapa bilsə, o zaman onun öyrənməsi daha yadda qalan olacaq və onun öyrənməsi daha dərin olacaq. Deməli, Bruner öyrənmə prosesində yeni biliklərin əldə olunmasında şagirdin rolunu vurğulayırdı. Əslində, bəlkə mən artıq bundan danışanda sizin yadınıza başqa bir nəzəriyyədə düşmüş olmalıdır. Hansı nəzəriyyədir bu? Jean Piaget'in zehni inkişaf nəzəriyyəsi. Yadınızdadırmı müəllimlər? Biz Jean Piaget'i izah edəndə qeyd etmişdik ki, Jean Piaget öyrənmədə şagirdin şəxsi təcrübəsinin vacibliyini vurğulayırdı. Yəni, deyirdi ki, öyrənmə prosesində şagird nə qədər aktiv olsa, siz şagirdə əgər ətraflı, mühitə bir, maraqlı bir ortam yaratsanız, şagird özü öyrənməyə meyilli olacaq və öz təcrübəsi əsasında öyrəndiyi məlumat daha uzun müddətli, daha dərin formada onun yaddaşında qalacaq. Eyni şeylər Brunerə də aiddir. Əgər bizə testə düşsə ki, Bruner və Piaget'in ortaq cəhəti nədir? O zaman siz götürəcəksiniz ki, şagirdin öyrənmə prosesində aktiv iştirakçı olması. Yəni, hər ikisi konstruktivizm cərəyanının nümayəndəsidir və hər iki nümayəndə qeyd edirdi ki, şagird biliyi əldə edən zaman aktiv iştirakçı olmalıdır. Ola bilər artıq bu yeni mövzudur və siz bu yeni mövzuda bəzi fərqli məqamları da görəsiniz. Məsələn, Bruner və Piaget'in fərqli cəhətləri. Bu çox önəmlidir. Zəhmət olmasa hər bir müəllim bunu özündə qeyd etsin. Deməli, Brunerin Piaget'dən fərqi nə idi? Biz bilirik ki, Piaget zehni inkişafı 4 mərhələyə bölürdü və deyirdi ki, öyrənmə bu 4 mərhələdə davam etməlidir. Hissi hərəki, ilkin əməli, konkret əməli və formal əməli. Yəni, bu 4 mərhələ əgər şagirdə təqdim edəcəyimiz məzmun, şagirdin hər hansı bir ona nəyisə öyrətmək istəyiriksə, mütləq o idraki inkişafı nəzərə almalıyıq. Yəni, şagirdin yaşını nəzərə almalıyıq. Məzmun şagirdin yaşına uyğun olmalıdır. Məsələn, Piaget lap loru dildə bu hissəsini izah edim. Deyirdi ki, 5 yaşındakı uşağa siz mücərrəd anlayışı öyrədə bilməzsiniz. Amma Bruner nə deyirdi? Bruner deyirdi ki, siz öyrədə bilərsiniz. Bəli, şagird aktiv iştirakçı olsa, əgər biz öyrənmə prosesində o mücərrəd anlayışları şagirdin istədiyi şəkildə ona təqdim edə bilsək, o zaman şagird öyrənəcək. Yəni, öyrənməni müəyyən məhdudiyyətlə kəsməmişdi, yəni müəyyən məhdudiyyətlər qoymamışdı.
hansı yaşda gedəcək, bu yaşda nə baş verəcək. Piagetdə konkret olaraq hissi hərəkətdə nə baş verdiyini, ilkin əməldə nə baş verdiyini, konkret əməldə nə baş verdiyini, formal əməli mərhələdə nə baş verdiyini biz öyrənirdik. Amma Brunerin təqdim etdiyi yanaşmada isə onun şagirdin öyrənməsində təqdim etdiyi mərhələlərdə isə bunlar yoxdur. Şagirdin öyrənməsində əsas məsələ ona təqdim edəcəyimiz məzmunun necə olması Bruner üçün əhəmiyyət daşıyırdı. Məsələn, o deyirdi ki, siz 5 yaşında bir uşağa da mücərrəd anlayışları öyrədə bilərsiniz, əgər onun istədiyi şəkildə ona təqdim etsəniz. Yəni, müəyyən yaşın burada artıq rolu yoxdur. Yəni, biz indi hansı qənaətə gəlirik? Oxşar cəhət kimi götürəcək öyrənmə prosesində şagirdin aktiv rolda olması, hər ikisi konstruktivizm cərəyanının nümayəndəsidir. Bunu da qeyd edərsiniz. Piaget deyirdi ki, şagirdin öyrənməsi idraki mərhələsinə uyğun olmalıdır. Bruner deyirdi ki, məzmun uşağın düşüncə səviyyəsinə uyğun təqdim olunarsa, istənilən yaşda ona nəyi istəsəniz öyrədə bilərsiniz. Həm ortaq cəhətlərin, həm də fərqli cəhətlərin qeyd etdik. Burada da mən sizin üçün qeyd etmişəm. Bunu Instagramda kimlər üstəgəl qoysa rəylər bölməsinə həmin tələbələrə göndərəcəyik inşallah. Ona görə siz Instagramda da bizim bu postlarımızın altına öz rəylərinizi yazın ki, sizinlə PDF-i bölüşək. Deməli, Bruner öyrənmənin 3 modelini təqdim edirdi. Gəlin baxaq, hansı modellərdir? Hər iki hərəkətlər əsasında baş verən mərhələdir. İkonik, vizual əsaslı öyrənmə burada əsasdır. Simvolik, dil əsaslı öyrənmə burada əsasdır. Yeri gəlmişkən qeyd edim ki, baxın, buradan yola çıxaq. Brunerin Vygotsky ilə də oxşar cəhəti var. İki oxşar cəhəti var. Həm Bruner də deyirdi, şagirdə öyrənmə prosesində fasilitasiya olmalıdır, ona yol göstərməlisən, məzmunun sadədən mürəkkəbə doğru ona təqdim etməlisən, motivasiya verməlisən. Bunlardan da inşallah danışarıq sizinlə və bir də əsas məsələ dilin, mədəniyyətin şagirdin öyrənməsində rolunu vurğulayırdı. O deyirdi, dil ünsiyyət vasitəsi kimi ünsiyyət vasitəsindən də əlavə onun daha böyük gücü var. Məsələn, biz hər hansı bir mücərrəd anlayışı və yaxud da simvolik bir anlayışı şagirdə öyrətmək istəyiriksə, o zaman dildən istifadə etməliyik. Yəni, dilin inkişafı, cəmiyyətin inkişafı, dilin inkişafı şagirdin öyrənməsinə təsir edir. Bunu həm Vygotsky deyirdi, həm də Bruner deyirdi. Yadda saxlayın. Deməli, biz nə dedik? Dedik ki, öyrənmədə 3 model təqdim olunurdu. Hər iki mərhələ, ikonik vizual əsaslı mərhələ, simvolik dil əsaslı mərhələ. Gəlin hər iki mərhələyə baxaq. Hər iki mərhələ Piaget'in hissi hərəki mərhələsinə, sensmotor mərhələsinə uyğun gəlir. Bu mərhələdə əsasən şagirdlərin, belə deyək, uşaqların həyatlarının ilk dövrünə təsadüf olunur. Məsələn, 0-2 yaş, 0-3 yaşa təsadüf olunur. Bu mərhələdə uşaqlar hərəkətlərlə öyrənməyi sevirlər. Məsələn, yenə də qayıdıram. Əgər siz onlara mücərrəd bir anlayış öyrətmək istəyirsinizsə, hərəkətlərlə, reflekslərlə, yəni onların o başa düşdüyü, qavrayacağı bir səviyyədə onlara öyrətsəniz daha yaxşı olar. Hər iki mərhələdə adətən, məsələn, baxın, uşaqlar toxunmağı, hərəkətləri təkrarlamağı sevirlər. Məsələn, səsli bir oyuncağı bir dəfə hərəkət etdirir, ondan səs gəldiyini görürsə, yenə hərəkət etdirməyə başlayır və bu motor bacarıqlar gələcəkdə başqa bacarıqların formalaşmasına da təkan göstərmiş olur. Gəlirik ikinci mərhələyə. İkinci mərhələmiz ikonik mərhələdir. İkonik mərhələ adətən nəyə deyilir? Hər hansı bir öyrənmə prosesinin vizual materiallarla baş verməsidir. Yəni, siz bu mərhələdə əsasən şagirdin öyrənməsində üstün nüanslar, şəkil, diaqram, cədvəl, blok sxemlər, video çarxlar və s. bunları görəcəksiniz. Məsələn, əgər uşaq gəlib sizdən soruşursa, o bitkinin necə böyüdüyünü görmək istəyirsə və yaxud da bilmək istəyirsə, siz ona şəkillərlə ardıcıllığı göstərə bilərsiniz. Əvvəl necə idi, o necə bastırılır və necə inkişaf edir, bu ardıcıllıqla şagirdə göstərə bilərsiniz. Və yaxud da şagirdə kəsr məsələsini öyrətmək istəyirsinizsə, pizzanı dilimlərə bölə bilərsiniz, almanı hissələrə
bölərsiniz. Heyvanların adını öyrətmək istəyirsinizsə, heyvan fiqurlarını onlara göstərə bilərsiniz və yaxud da başqa bir dildə uşağa nəsə öyrətmək istəyirsinizsə, onun şəklini göstərərək daha yaxşı öyrənmə prosesi baş verə bilər. Məsələn, əgər sizin övladlarınız və yaxud da siz ingilis dili, rus dili dərslərindən yararlanırsınızsa, heç fikir vermisinizmi? Nəyin şəklini görürsünüzsə, o avtomatik sizin yadınıza daha tez qalır və yaxud da şəkillə öyrənmək yaddaşda daha yaxşı, daha dərin qala bilər, daha uzun müddətli qala bilər. Və üçüncü mərhələyə gəlirik, simvolik mərhələ. Simvolik mərhələdə isə adətən şagirddə artıq biz başlayırıq dilin sayəsində ona mücərrəd anlayışlar öyrətməyə. Məsələn, baxın bura, deyir ki, simvolik modeldə əsasən dil, riyazi simvollar və ya digər simvol sistemləri şəklində yadda saxlaya bilir. Məsələn, biz ikinci mərhələdə, ikonik mərhələdə şagirdə 3 alma göstərirdik və deyirdik ki, bir səbətdə 3 alma var, almanın şəklini göstərirdik, 2 armud var. Cəmi nə qədər meyvə oldu? Şagird onu toplayırdı. Amma indi artıq biz A, B, X, Y-lə və yaxud da kəsr məsələləri ilə işləyə bilərik. Yəni, burada əsasən simvollar, o bizim vizual göstərdiyimiz materiallar, vizual şəkildə təqdim etdiyimiz materiallar şagirdə simvollar vasitəsilə çatdırılır. Biraz daha mücərrəd anlayışları şagirdə öyrətmək istəyiriksə, şagird artıq mərhələli şəkildə o hələ ki mərhələdən keçibsə və yaxud da ikonik mərhələdən keçibsə, onları formalaşdırmışıqsa biz artıq simvolik modeldən də istifadə edə bilərik. Məsələn, Brunner deyirdi ki, bu mərhələlər bir-birinə bağlıdır. Siz birinci başlamalısınız hələ ki mərhələdən, onu formalaşdırandan sonra keçməlisiniz ikonik mərhələyə. İkonik mərhələni də formalaşdırandan sonra artıq siz şagirdə X, Y və yaxud da A, B şəklində nələrisə təqdim edə bilərsiniz. Deməli, bu hissəni mən ikinci partiyada danışacağam. Bu da əlavə yanaşmadır. İndi sizə nədən bəhs etmək istəyirəm? Onun strategiyalarından. Yəni, müəllimlər nələri etsə, biz şagirdlər üçün dəstəkləyici mühit yarada bilərik. Brunner nəzəriyyəsindən nəyi öyrənmişik, nə etsək bizim üçün daha əhəmiyyətli olar. Amma bu videonun ikinci partiyası da olacaq. Yəni, ikinci videonu istəyirsinizsə, yenə də rəylər bölməsində üstəgəl qoyarsınız ki, sizə həmin videonu yönəldə bilək. Gəlin baxaq. Deməli, Brunner deyirdi ki, əgər biz bu konsepsiyalara əməl etsək, şagirdin öyrənməsini təmin edə bilərik. Bunlardan birincisi cəlb etmədir. Baxın, əslində bu motivasiya mərhələsini biz bir çox nəzəriyyədə görəcəyik. Məsələn, Ganyenin özündə də var, Vygotskinin özündə də var ki, şagirdə nəyisə öyrətmək istəyirsinizsə, birinci onun diqqətini, marağını cəlb etməyi bacarmalısınız. Əgər şagirdə öyrətdiyiniz məlumat onun marağında deyilsə, siz artıq onu öyrədə bilməyəcəksiniz. Yəni, birinci tapşırığa şagirdi cəlb etmək lazımdır. Daha sonra sərbəstlik dərəcəsinin azaldılması. Bu nə deməkdir? Deyir ki, siz çətin tapşırıqları təqdim etməyin. Yəni, bu o demək deyil, ancaq asan, sadə tapşırıqları verin. Yox, deyir ki, o çətin tapşırıqların da sadələşdirilmiş formasını şagirdə təqdim edir. Elə mövzular şagirdə təqdim edin ki, şagird onun öhdəsindən gəlməyi bacarsın. Bax, məsələ bundan ibarətdir. Sonra istiqamətin qorunması, davamlı öyrənməni təmin etmək. Bu nə deməkdir, əziz müəllimlər? Öyrənmə prosesində şagirddə bir ardıcıllıq olmalıdır. Məsələn, şagird məsələnin şərtini oxumursa, heç vaxt onun düzgün həllini tapa bilməyəcək və yaxud da şərt qurmursa, onun düzgün həllini tapa bilməyəcək. O da deyirdi ki, siz davamlı öyrənməni təmin etmək üçün mütləq onu o yayındıran, fikrini yayındıran məsələlərdən uzaqlaşdırın və onun diqqətinin tapşırığa yönəldilməsində sizin də rolunuz olsun. Yəni, siz məqsədyönlü şagirdin diqqətinin, marağının davamlı olmasını qorumalısınız.
Daha sonra baxın əsas xüsusiyyətlərin vurğulanması. Bu nə deməkdir? Vacib anlayışları, mühüm fərqləri və məsələn bu hissədə nələr daha önəmlidir, nələr daha vacibdir, öyrətdiyiniz məlumatda, öyrətdiyiniz dərsdə onları mütləq şagirdə qeyd elətdirin. Bu bəlkə sizin özünüzdə də var. Hər hansı bir mövzunu oxuyursunuz, sonra lazım olan hissələrin altından ya xətt çəkirsiniz və yaxud da ya onu çərçivəyə alırsınız və yaxud da onu qayda dəftərinizə yazırsınız. Bunu dərs zamanı dedin. Yəni, dərs zamanı da şagirdlərinizə mütləq əsas hissələri vurğulayın. Yəni, əsas hissələri qeyd etməsinə şərait yaradın. Məyusluğun idarə olunması. Baxın, müəllimlər, burada artıq biz Dibeki-də görəcəyik, burada artıq biz Vygotsky-də görəcəyik. Deməli, bunu nə deyirdi ki, əgər siz şagirdin səhvlərinin onun öyrənməsində rolunun olduğunu ona izah etsəniz, o qorxmayacaq. Yəni, başa salın ki, onu, sənin bacarmaram dediyin heç bir şey yoxdur. Sən hər şeyin öhdəsindən gələ bilərsən, sən əgər müəyyən fəaliyyətləri düzgün icra etsən, baxın, müəllim şagirdin mən bacarmıram düşüncəsini mən öyrənirəm formasına çevirməyə yardım etməlidir. Yəni, şagirdin o səhvləri zamanı biz ona dəstək olmalıyıq və ona başa salmalıyıq ki, öyrənmə prosesində sən bu hallarla qarşılaşa bilərsən. Aha, nümayiş nə deməkdir? Baxın, müəllimlər, bu çox maraqlıdır. Deyir ki, siz öyrənməyə dəstək verəcək nümunələr, modellər, həll yolları təqdim edin şagirdə. Burada da biz Vygotsky-ni görürük. Yəni, örnək olacaq, başqalarının da burada ola bilər. Məsələn, rol model şəxslər var, hansı ki, biz onları şagirdə göstəririk və onların o həyatında ola bilər yaşadıqları uğursuzluq olsun və yaxud da uğurları olsun, bunu şagirdə nümayiş etdirə bilirik. Bu şagirdə öyrənmə prosesində motivasiya verəcək. Yəni, insan kiminsə, belə deyim, özünü bənzətməyə məntiq xətası yox da, kimisə özü üçün rol model olaraq görə bilər və bu şagirdə nə edəcək? Motivasiya verəcək.